Hər birinizə salam, dəyərli şagirdlər. Mən bu videoda sizinlə 12 aprel 2026-cı ildə keçirilən 9-cu siniflərin buraxılış imtahanının riyaziyyat suallarının izahını paylaşacağım. Başlayaq 57-ci ilk sualımızdan. Deməli, burada tam görünmür. 12 tam 4-də 3 vurulsun 2-dir. Bu necə yazırıq? Birinci, həmin bu içəridəki hissəni sadələşdirək, yəni qarışıq ədədi düzgün olmayan kəsrə çevirək. 4'də 12 vururuq 4'ə. Üzərinə 3 əlavə etdikdə olacaq 51 vurulsun 2. Bunlar ixtisar gedər. Çıxılsın 27'ni də yazaq. Bunlar ixtisar gedər 2. 51'i böldük 2'yə olacaq 25,5 çıxılsın 27. Deməli 25,5'dən 27 çıxdıqda olacaq mənfi 1,5. İndi bu qalsın. İkinci mötərizəni həll edirik. Mənfi 4'də 3'ün kvadratı bərabər olacaq 16'da müsbət 16'da 9. İndi mənfi 1,5'i böləcəyik 16'da 9'a. Birinci qarışıq ədədimizi çevirək. Daha düzü onluq kəsirimizi çevirək düzgün olmayan kəsrə. Yəni bunu mənfi 10'da 15 yazırıq və bölmə məndə birinci olduğu kimi qalır. İkincinin tərsinə çevirərək 9'da 16 yazırıq. İxtisar aparaq bunları 2'yə. Burada 8 olacaq, burada 5. Bunları isə 3'ə ixtisar aparsaq, burada 3, burada 5. Yenidən yazırıq. Mənfi 5 vurulsun 8 bölünsün 5 vurulsun 3. 5'lər ixtisar gedər, mənfi 8 bölü 3. Bu da olacaq mənfi 2 tam 3'də 2 uyğun gələcək D bəndinə. Tərkibində 2,5% mis olan 1 ton mis kolçedanından 21 kilogram mis alınmışdır. Neçə faiz mis itkiyə getmişdir? 1 ton bilirik ki 1000 kilogramdır. Əslində 1000 kilogramın tərkibində neçə faiz mis var? 2,5% misi var. 1000'in 2,5 faizini tapırıq. Bu şəkildə yaza bilərik. Vururuq 2,5'ə bölürük 100'ə. Bunlar ixtisar gedəcək. Burada 10. 10 vurulsun 2,5 olacaq 25 kilogram. Deməli, normalda 1 tonun tərkibində 25 kilogram mis olmalıymış. Amma 21 kilogram mis alınıb. Deməli, itkiyə gedən neçə kilogramdır? 4 kilogram itkiyə gedib. Həmin 4 kilogram. Deməli, 25 kilogram neçə faizidir? 4'ü böləcək 25'ə. Vururuq 100'ə. Bunlar ixtisar gedər. Cavab olacaq 16. Yəni B bəndi. Koordinat müstəvisində ABCD kvadratının gəlin bu kvadratı çəkək. A və koordinatları qeyd edək. 4, 1, B verilməyib. B-ni istəyir bizdən. C 2 mənfi 1 və D 2, 1. Deməli, bizdən B təpəsinin koordinatlarını istəyir. Bilirik ki, kvadratın diagonalları bir nöqtədə kəsişir və kəsişdikləri nöqtədə yarıya bölünürlər. Yəni, biz əslində qarşı təpələrin orta nöqtələrini, yəni qarşı təpəni birləşdirən parçanın orta nöqtəsini tapsaq, digərlərlə uyğunlaşdıra bilərik. Deməli, necə yazırıq? Burada məlum olan A və C'dir. A və C nöqtələrin orta nöqtəsi və diagonalların kəsişmə nöqtəsidir. Bu necə yazırıq? 4 üstə gəl 2 bölünsün 2 olacaq 3. Deməli, buranın 3'tür x-i və 1 üstə gəl mənfi 1 bölünsün 2. Bu da olacaq 0. 3 və 0. İndi isə həmin bu B və D nöqtələrinin birləşdirən parçanın orta nöqtəsini uyğunlaşdırırıq. Yəni, bir təpə x-dir, digəri 2'dir. Bunların cəmi bölünsün 2 bərabərdir 3. Buradan x üstə gəl 2 bərabərdir 6. X də bərabər olacaq 4'ə. Daha sonra digəri isə y üstə gəl 1 bölünsün deməli, y üstə gəl 1 bölünsün 2 bərabərdir 0'dan. Y də bilirik ki, olacaq mənfi 1. Deməli, orta nöqtənin, daha düzü B nöqtəsinin koordinatları olacaq 4 və mənfi 1. Bu isə uyğun gəlir D bəndinə. 60-cı sualı sadələşdirmədir, daha çox hadisə vuruqlarını ayırmadır. Buradan hansı düsturda A kvadrat çıx B kvadrat düsturundan istifadə edərik. Bu tiplər topluda çox var bu suallardan. 16'nı 4'ün kvadratı şəklində yazsaq, yazacaq A çıx 5'ə bir hədd kimi baxırıq. A çıx 5 çıx 4 və A çıx 5 topla 4. Buradan isə olur A çıx 9 və A çıx 1. Bu isə uyğun gəlir A bəndinə. Sonra üçbucağın tərəflərinin uzunluğu 16, 18 və 20'dir. Təpələri verilən üçbucağın tərəflərin orta nöqtələrində olan üçbucağın perimetrini. Bilirik ki, üçbucağın orta xətlərinin əmələ gətirdiyi üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısına bərabərdir. Yəni, üçbucağın tərəflərinin uzunluğu 16'dır, 18'dir və 20'dirsə, deməli,
Burada ümumi 2-də böyük hesabsan və ya belə düşünərik də. Bura 16-dır, yarıya bölündü 8, 8. Onda burada 8 olur, orta xətt olduğu üçün. Bura 9, 9, burada 9 olur. Və ya da bura 20-dirsə 10, 10. Burada elə 10 olacaq. Onda bunların cəmi olacaq 27. Yəni perimetr istəyir bizdən. Bu da olacaq 27. Tam səthinin sahəsi 24 cm kvadratı olan kubun həcmini tapın. Tam səthinin sahəsi, bu sual çox, yəni əvvəlki imtahanlarda da istifadə olunmuş sualdır. Hətta bəlkə də 2-3 dəfə istifadə olunmuş sualdır. Tam səthinin sahəsi S bərabərdir 6A kvadratı. Bu olur 24. A kvadratı bərabər 24 bölü 6, 4. A da bərabərdir 2-yə. Və tərəfi, deməli, tiri 2 olan kubun həcmi V bərabərdir A kubu, yəni V bərabərdir 2-nin kubu. Bu isə olacaq 8 C bəndinə uyğundur. Çevrəsinin uzunluğu 32 pi olan dairənin radiusunu tapın. Bilirik ki, çevrəsinin uzunluğu, dairənin çevrəsinin uzunluğu 2 pi r düsturu ilə tapılır. Bu da 32 pi'dir. Və 32 ilə 2, pi ilə pi ixtisar getdi. R bərabərdir 16. Bizdən radius istəyir. Bu da olacaq 16. Verilən ədədləri müqayisə edin. Burada A olur mənfi 5'in kvadratı. Bu olacaq müsbət 25. B olur mənfi 5 kvadratı. Bu mənfi, bu deməli 5'ə aid olmadığı üçün burada mənfi 25 olur. C isə ilə bərabərdir mənfi 5. Bilir ki, bunlardan A ən böyükdür. Çünki müsbət ədəd ən böyükdür. Mənfilərdən həmişə böyükdür. Mənfi ədədlərdən isə belə müqayisə edirik. Modulu böyük olan kiçik, modulu kiçik olan böyükdür. Yəni burada C, daha sonra isə B yazılacaq. A böyükdür B, A böyükdür C, böyükdür B şəklində yazılır. Bir daha. Bəli, B ən kiçik, C tamam, uyğun gəlir C bəndinə. Yaxşı, sonra kəsirin məxrəci sürətindən bir vahid böyükdür. Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq, cəm 2,5 olar. Bu kəsiri tapın. Kəsirin məxrəci sürətindən gəlin belə, məxrəc sürətdən bir vahid böyükdürsə, sürət x olsun, məxrəc bundan bir vahid böyük, x üstə gəl 1'dir. Bu kəsiri onun tərsi olan kəsirlə toplasaq, yəni üstə gəlsək, x-də x topla 1'i, cavab 2,5 olacaq. Yəni, gəlin bunda elə 205 yazaq və yaxud da elə 2,5 yazaq. İndi burada ortaq məxrəci də gətirə bilərik. Ancaq ortaq məxrəci gətirir, onda bunu elə gəlin 205 yazaq. Daha rahat olsun. Ortaq məxrəcə gətirsək, başqa cür əslində tamla fikirləşib yazmaq olar. Deməli, bu, baxın, əgər bu böyükdürsə, belə düşünə bilərik. Çox rahat bir şəkildə. %5. Bunu tam ədəd kimi, buranı tam kimi götürək, amma kəsirimiz də var. Gəlin elə ortaq məxrəcə gətirək, o daha yaxşıdır. X topla, x vurulsun, x topla 1. Yuxarıda isə x kvadrat, üstə gəl, x topla 1'in kvadratı şəklində yazaq. Biraz uzun çəkəcək. Bunları ixtisar aparsaq, deməli 5'ə, burada olacaq 20, yuxarıda da olacaq 41. Yazıram 41, aşağıda da 20. Burada x kvadrat, x kvadrat üstə gəl, x kvadrat üstə gəl, 2x üstə gəl 1. Aşağıda isə x kvadrat üstə gəl x. Bərabərdir 41 bölü 20. Çarpaca vursaq, burada 2x kvadrat edir. Gəlin belə yazaq, 2x kvadratı. Olacaq 40x kvadratı. Üstə gəl 40x, üstə gəl 20. Bərabərdir 41x kvadratı, üstə gəl 41x. Sadələşdirək, bunu keçirək bu tərəfə. Olacaq 41x kvadratından 40x kvadrat çıxdıqda x kvadratı 41x'dən 40x çıxdıqda üstə gəl x çıx 20 bərabərdir 0. Bunu da Viet teoremi ilə vurğularlarsaq 1, 2, 4 və 5'dir. 4'ün qarşısına mənfi yazdıq. x1 bərabər 4, x2 bərabərdir mənfi 5 olacaq. Bizdən də görüldüyü kimi bu kəsir belə götürək də adi kəsir demir. Cəm müsbət olduğuna görə müsbət həddi götürəcək. Ona görə x'imiz oldu 4. O zaman bizim əvvəlki kəsirimiz x topla 1'də x idi. X'in yerine 4 yazırıq. Burada 4 yazsaq 5'də 4. Cavab uyğundur B bəndinə. Bir də buraları silək.
Bölünən 496, qismət 4 qalıb 96-dır. Böləni tapın. 496 bölünsün x bərabərdir 4, qalıq isə 96-dır. Deməli, biz 496-dan 96-nı çıxdıq da 400 və 400 özü tamamilə 4-ə bölünür. 4-ə bölünəndə 400-ü də bölürük 4-ə, təbii ki 100. Deməli, bu ifadə beləymiş. 496 bölünsün 100 bərabərdir 4, qalıq da 96. O zaman bizim bölənimiz olacaq 100. C bəndi. Verilən ifadənin qiyməti tapmaq çox rahat sualdır. Kök altına 25-dən 5 çıxacaq. Kök altına 4 topla 5 bərabərdir kökdə 9. Buradan isə 3 uyğundur A bəndinə. Verilən kəsiri ixtisar edin. Çox rahat bir şəkildə yuxarıdan 7-ni mötərizə xaricinə çıxardırıq. Aşağıdan 21-i mötərizə xaricinə çıxardırıq. D toplasayı bunlar ixtisar gedəcək. Burada 3. Bunlar ümumi 2-də ixtisar gedir. Cavab olacaq 3-də 1, yəni A bəndi. Bəli. X bərabərdir mənfi 2 olarsa, bir dəqiqə bunu PDF-də yaxşı düşünməyib, bir dənə şəklə baxın. Şəkildən baxın nə olacaq o. Aha, bir dəqiqə. Hə. 1,5, mənfi 1,5 x bölünsün, mənfi x bölünsün 3,2. Demək, x-imiz mənfi 2-dir. Əslində bunu birbaşa yerinə qoyaraq yaza bilərik. Mənfi 1,5 vurulsun mənfi 2, vurulsun mənfi 2 bölünsün 3 çıxılsın 2 şəklində yazaq. Bura bilirik ki, vuranda olur müsbət 3, vurulsun mənfi ilə mənfi bir-birlərini aparacaq. Bəli. Burada 3-də 2-dən 2 çıxdıqda mənfi 1 tam 3-də 1 olacaq. Bunu belə yazaq. 3 vurulsun mənfi 3-də 4. Bunlar ixtisar gedəcək. Mənfi 4 uyğun gəlir B bəndinə. 70-ə baxırıq. Verilən kvadrat tənliyin kökləri mənfi 5 və 3 olarsa B böl A nisbətini tapın. Belə yazarıq bunu. Kökləri yerinə qoyub yazmaq olar. Ya da ki, belə düşünək. Baxın, çox rahat. AX kvadrat topla BX topla C bərabərdir 0. Hər tərəfi bölək gəlin A-ya Viet teoremini tətbiq edə bilməyim üçün. O zaman nə olacaq? X kvadratı üstə gəl B bölünsün A, üstə gəl C bölünsün A bərabər 0. Əgər çevrilmiş, aldıq və çevrilmiş kvadrat tənlik. Deməli, çevrilmiş kvadrat tənlikdə bilirik ki, köklərin, yəni buraya X yazım, köklərin cəmi əks işarə ilə ikinci həddə bərabərdir. O zaman bizə köklər verilib və bu ikinci həddin əks işarə ilə bərabər olacaq. Mənfi 5 üstə gəl 3 bərabər olacaq əks işarə ilə ikinci həddə. Burada mənfi 2 bərabərdir mənfi B böl A-ya. O zaman belə yazırıq. Mənfilər də gedir. B böl A birbaşa bərabər olacaq 2. Elə bizdən də B böl A-nı soruşur. Bəli. 180 ədədi 1, 2, 3 nisbətində 3 hissəyə ayrılmışdır. Bu ədədlər tapın. Yazırıq x, yəni buraya x, 2x, 3x. Cəmimiz olacaq 6x bərabərdir 180-ə, x bərabərdir 30-a. Birinci həddimiz olur 30, 60, 90 şəklində. Bu da uyğun gəlir B bəndinə. Keçək 72-ci suala. Oxşarlıqdır. Oxşarlıq əlbəttə ki, hər il olduğu kimi mütləq düşür. Hətta bu dəfə sadə sual düşür oxşarlıqdan. Demək, bir xəttin qarşısındakı 4-ün, digər üstədə bir xəttin qarşısındakı x topla 4-ə nisbəti bərabərdir. 2 xəttin qarşısındakı 2 çıxıq 5-in, digərdə 2 xəttin qarşısındakı 6-ya nisbəti bir-birlərinə bərabər olacaq. Buradan çarpaz vurmaqla 24 bərabərdir. 2 çıxıq 5 vurulsun x topla 4 kimi yazıb 24 bərabərdir. 2x kvadratı vurub açırıq. Üstə gəl 8x çıxılsın 5x çıx 20 və buradan 2x kvadratı üstə gəl 3x çıx 20 çıx 24 bərabər 0 yazaq. 2x kvadratı üstə gəl 3x çıx 44 bərabərdir 0. İndi Viet teoremi ilə və yaxud istəsəz diskriminantla vuruqlarını ayıra bilərsiniz. Buradan 2x və x yazaq. Burada 11 və 4 yazaram. Belə, bəli, belə olacaq. Hansının qarşısına, birinin qarşısına mənfi yazmalıyım? Təbii ki, kiçiyin. Çünki burada niyə? Müsbətdir, ona görə. Çarpaz vuranda mənfi 8x üstə gəl 11x gördüyümüz kimi 3x alındı. Yəni ikinci həddi aldıq. Deməli, düzgün vuruqlarını ayırmışıq. 2x üstə gəl 11 vurulsun, x çıxılsın 4
bərabər 0-dan 1 kökü hasil 0-a bərabərsə vuruqları ayırarıq da 0-a bərabər edirik. Bərabər 0, 2x bərabərdir -11, x bərabərdir -5/5. X çıx 4 bərabər 0-dan x də bərabərdir -4-ə. İndi bizdən görək nə istəyir? Hə, x-i tapın deyir, bilirik ki, x-i mənfi götürə bilmərik, çünki tərəf mənfi olmaz. Cavabımız olacaq, necə? 4. Həqiqətən yerinə yazsaq, 4-ün deməli, 4-ün 8-ə nisbəti bərabərdir. Burada 4 yazsaq, 3-ün 6-ya nisbətinə ödəndir. Keçirik, cavabımız burada oldu 4. İndi keçək 73-ə. Bir dəqiqə bu hissələri təmizləyək. İndi bunu cəmi cüt ədəd olarsa, deməli cəm cüt ədəddirsə, belə düşünək. Baxın, burada onsuz da 2b, bu rəqəmdir, ədəddir, ədəddir. 3, 7a, yəni 370 neçə və üstəgəl 20 neçə ədədinin cəmi. Cüt ədəddirsə, deməli, A üstəgəl B elə cüt ədəd olmalıdır. Məsələn, biri tək biri cüt olsa, tək ədəd olar cəmi. Deməli, bunların ikisi də tək ədəddir. Və deyir ki, A B-yə bərabər deyil və A üstəgəl B cəminin ən böyük qiymətini tapın. Deməli, bunların ikisi də ya tək olmalıdır, ya da ikisi də cüt olmalıdır. Yəni, ikisini də tək götürsək, məsələn, 7 və 9 götürə bilərəm. 7 və 9, cəmimiz olacaq 16 və yaxud da 6 və 8 götürə bilərəm, ən böyük. Burada da olacaq cəmimiz 14. Deməli, ən böyük qiymət alacaq 16. Bizdə ən böyük qiymət istədiyi üçün 16-nı götürürük. 2x bölü qrafik tənliyin, 2x üstəgəl y bərabərdir 5 tənliyinin qrafik üzərində absisi -4 çox rahat suallardan biri daha. Demək olar ki, keçən imtahanda da ordinat olanı vermişdi. Yəni, tamamilə oxşar suallar demək olar. Absis bilirik ki, absis x oxudur. 2 vurulsun -4 üstəgəl y bərabərdir 5-ə. -8 üstəgəl y bərabərdir 5-ə. Y də bərabərdir. Keçsi bu tərəfə 5 üstəgəl 8 y bərabərdir 13-ə. Yəni, bizdən də ordinatını soruşur. Cavab olacaq 13. Ortalama yaxşı düşüb deməklər suallar. Bir təpənin koordinat başlanğıcında olan, yəni 0-0-da olan və diagonalları K 4-0 nöqtəsində. Bura K-dır. Bir dəqiqə şəkildə tam baxım görün K-nı orada qeyd edib. Burada tam düşməyib, şəkildə silinib. Bir dəqiqə. Bəli, burada K nöqtəsi qeyd olunub. O silinib PDF-də. Yaxşı. Deməli, və K 4-0 nöqtəsində kəsişən ABCD kvadratın, demək olar bu tipdə ikinci sualda artıq bu imtahanda düşüb. Bura 4 və 0 nöqtəsidir. Deməli, buradan bura qədər məsafə 4-dür. Bəs yaxşı, buradan bura qədər məsafə necədir? Əlbəttə ki, burada 4-dür. Çünki diagonallar bir nöqtədə kəsişir və kəsişdikləri nöqtədə yarıya bölünürlər. 4-4, diagonal 8-dir. Kvadratın sahəsini tapın deyən. Əslində, diagonalla əlaqəli də sahə tapmaq olar. Yəni, diagonala birbaşa. Və yaxud da belə düşünək. Əgər diagonalımız 8-dirsə, yəni A kök altı bilirik ki, kvadratın tərəfi A-dırsa, diagonalı A kök altında 2-dir, bu da 8-dir. A bərabərdir 8 bölü kök 2. Bu da olacaq 8 kök 2 bölünsün 2, bu da olur 4 kök altında 2. Deməli, tərəfimiz 4 kök altında 2-dir. Yəni, tərəf 4 kök altında 2-dir, diagonalla əlaqəli. O zaman sahə də bərabərdir 4 kök altında 2-nin kvadratı. 16 vurulsun 2, cavab olacaq 32. 76 bərabərsinin tam həllərinin cəmini tapın. Çox rahat bir sual. -3 aiddir, -2 aiddir, -1 üstəgəl 0, 1, 2, 3. Gəlin belə edək. 1, 2, 3. Bunlar onsuz da 0 etdi bizə. Çünki mənfilər və müsbətlərdir. Eyni əks ədədlərdə. O yerdə qalır 4, 5, 6, 7, 8, 9, 10 və 11. Deməli, bunu hansı üsulla yazırıq? Bu, bir növ deyək, qauss üsulu deyək və yaxud da necəsə, bəlkə belə desək, düzü bunu bilmirik, amma belə kənardakiləri toplayaraq. Məsələn, 4 ilə 11, 15, sonra 5 ilə 10, baxın belə göstərim, ən rahat üsul budur. 4 ilə 11, 15, 5 ilə 10, yenə 15, yenə 15, 6 ilə 9, yenə 15, 7 ilə 8, yenə 15. Deməli,
4 dənə 15 bu da olacaq 60. Ən rahat üsul eləməz budur. Bir dənə tənəklər sistemi bu dəfə birazcıq deyəsən çətin düşür biraz. Gəlin baxaq. Demək bunları qeyd edeyim. X kvadratdır, 7x burada y kvadratı silinib. Burada y kvadrat. Belə. Bizə deyir tənəklər sisteminin x çıxı y ifadəsini tapın. Belə yazaq. Tərəf-tərəfə toplaya bilərik. Yaxşısı budur. Tərəf-tərəfə toplayaq. Gəlin tərəf-tərəfə toplayaq, özü çıxacaq. Tərəf-tərəfə toplayanda neçə oldu? 2x kvadratı. Çıxılsın 4xy. Üstəgəl 2y kvadratı. Bərabərdir 18. Hər tərəfi 2-yə bölsə x kvadrat çıx 2xy. Üstəgəl y kvadratı bərabərdir 9. Bəli, artıq bu olur nə? X çıxılsın y-in mötərizə kvadratı bərabərdir 9-a. Bilirik ki, x çıxılsın y-də modulda x çıxılsın y. Yəni bir dəfə 3-dür, bir dəfə mənfi 3-dür. Amma bizdən modulla istədiyinə görə elə biz müsbət 3-ü götürürük. Baxın, belə olacaq cavabımız 3. Sonra çox az sualımız qaldı. Gəldik əsas məsələ açıq suallarımıza. AC və BD düz xətləri Y nöqtəsində kəsişirlər. Burada kəsişiblər. ABC'dir. Sonra əgər YF, bura F'dir. BYS'nin tən bölənidir. Bura alfa, CYD 50'dir. Bunlar bir düz xət üzərində olduğuna görə 50'dir. 180'in 50 çıxdıq. 130. 2'ye böləcək 65. CYD 50. Bunu yazdıq. AYF'i tapın. Bizdən A, Y və F soruşur. Deməli, gəlin belə düşünək buranı. Baxın, bizdən bu hissəni soruşur. Bura 65, 130 qarşı bucaqlar olduğuna görə burada 50'dir. Və 50 ilə 65'in cəmi 115. Bu qədər. ABCD düz bucaqlısında bu yuxarıda 78-ci rahat sualıydı. BM AC-yə perpendikulardır. Sonra bir dənə DN AC-yə perpendikulardır. Bura N'dir. BM 5'dir. Sonra BM bura M'dir və N'dir. Baxın, buranın sahəsi 60'dır. AC-ni tapın deyir. Deməli, belə deyək. Baxın, bu hissə, buranın sahəsi 60'dırsa, biz bilirik ki, buradakı düz bucaqlı üç bucağa nəzərən, baxın, bu düz bucaqlı üç bucağa nəzərən, bura x yazsam, 5 vurulsun x bölünsün 2 bərabərdir 60'dan, x bərabərdir. Deməli, bura 120 bölün 24 olacaq. Bura 24. Bura 24 oldu. Sonra deməli, belə düşünək. Bunu dünən əlavə etdiyim videoda demişdim. Evklit teoremi dedim düşəcək. Yəni gördüyünüz, baxın, burada var, bu teoremə rast gəlirik. Bura hündürlük, düz bucaqlı üç bucaqda. Bir dəqiqə, tam uyğun olsun, şəkil yaxşı düşməyib. Deməli, baxın, bura x-dirsə, burada x-dir. Bunlar bir-birlərinə bərabərdirlər. Bu nəyə görə belədir? Çünki burada oxşarlıq alınır. Yəni, bura tam bölünür. Baxın, bu bucaq, bu bucaqdır. Bu bucaq da onda, bu bucaqdır. Burada oxşardılar. Həm də kongruentlər. Çünki bu məsafə ilə bu məsafəyə, baxın, buradakı məsafə elə həm də buradakı məsafəyə bərabərdir kongruentliyə də görə. Gəlin belə, burada x yazırıq, burada x yazırıq və bunu biraz belə yazırıq. Bura 24 üstə gəl x-dir. Bura isə x-dir. Viet teoreminə görə buradan kənardan yazacağım. Baxın, bu kənardan yazıram. Cavab 32'de qalsın. Burada baxın, bu üç bucağı, bu ətraflı yazı tələb olunan sualdır. Ona görə gərək ki, bunu biraz daha diqqətlə işləyək. Deməli, burada h kvadratı bərabərdir. X vurulsun 24 üstə gəl x-ə. İndi bizdə h-ı verib 5. Ona görə buran yazacağım 5'in kvadratı birbaşa 25. X kvadrat sadələşdirir. Üstə gəl 24 x çıxılsın 25 bərabərdir 0-dan. Buranı 25 və 1 yazarıq. 1'i mənfi götürərək. Bura x, burada x. X bərabərdir mənfi 25 və ya x bərabərdir müsbət 1. Tərəf mənfi ola bilməyəcəyinə görə tərəf müsbət 1'dir. Onda AC bura 1,
Burada 1, 24. 24 üstə gəl 2 bərabərdir 26 olacaq. Cavabımız 26-dır. Belə. 80-ci suala baxırıq. 24 şagirddən ibarət sinif fizika və kimya fənləri üzrə qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbul qiymət alanların sayı 8 nəfər. 24 şagirddən ibarət. Fizikadan qeyri-məqbul alanların sayı 8 nəfər. Hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfərdir. Gəl biz bir dənə bunu çəkək. Bu hər iki fəndən yalnız fizika fənnindən məqbul olanların sayı. Deməli, baxın, bu 24 şagirddən 8 nəfəri fizika fənnindən qeyri-məqbul alıb. Yerdə qalır 16 nəfər. Bu 16 nəfərdən də 8-i, burada 8 qalır. Bir dəqiqə 9 qeyd olunur. Bunda burada 7-si qalır. Hər iki fəndən məqbul qiymət alıb. Bizə yalnız fizikadan məqbul qiymət alanların sayı olacaq 7. 81-ə baxırıq. Cədvəldə 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar haqqında məlumat verilmişdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisinin 70-84, ikincisinin 85-99 bal arası nəticə göstərmiş tələbə olmasının ehtimalını tapın. Deməli, tələbələrin sayı ümumilikdə neçə nəfər var? 10, 20, 26. Onu da belə yazaq. Mümkün halların sayı 26 nəfərdir. Ardıcıl seçilmiş 2 tələbənin birincisi 70-84. 70-84 bal arası. Deməli, baxın, bura olur. Burada neçə nəfərdir? 10 nəfərdir. Birincisi 26-da 10. İkinci artıq bir nəfər götürüldü deyə 26 yox, 25 mümkün hal qalacaq. 85-99 bal arası. 85-dən 99. Bu da olur 13 nəfər. 25-də 13. Bunlar ixtisar gedəcək. Burada 2. Oldu 50-də 10. Cavabımız isə 5-də 1 və yaxud da 0-da 2 yaza bilərsiniz. Bu qədər fikrimcə o qədər çətin suallar düşməmişdi. Hardasa bir 5-6 sual vardı ki, bunlar bəli biraz mürəkkəb edirlər. Mürəkkəb deyil, yəni düşündürücü idi. Məsələn, onlara bu 79-u nümunə göstərə bilərəm. Daha sonra burada həmin bu baxın bu 59-cu sualı, bir neçə sual deyək ki, onlar düşündürücüdür. Orta hesabla yaxşı imtahan idi. Hər birinizə uğurlar, izlədiyiniz üçün təşəkkürlər. Növbəti videolarda görüşərik.